Elmar qardaş, bir çörəyi nə ilə yesək uzlaşır? Buyur. Roman qardaş, bu suala biraz geniş cavab vermək istəyirəm. Geniş cavab nədən ibarətdir? Birinci, biz qidaları ayırmalıyıq. Dənli bitkilər. Çörəyin özü buğdadan hazırlanır və dənli bitki sayılır. Dənli bitkilər bir-birindən uzlaşır. Yəni, məsələn, siz bulqurla çörəyi yeyə bilərsiniz. Qreçka ilə çörəyi yeyə bilərsiniz. Bundan əlavə, dənli bitkilər paxlalı bitkilərlə uzlaşır. Paxlalı bitkilər hansıdır? Noxuddur, lobyadır. Və bunların özündən də rahat yeyə bilər. Məsələn, evdə lobya pişirdiniz, çörəklə yediniz, nuş olsun. Üçüncü, dənli bitkilər bütün tərəvəzlərlə uzlaşır, bir tək kartofdan başqa. Kartofla uzlaşmır, dəyərli izləyicilər. Bundan əlavə, siz çalışın, çörəyi yeyəndən sonra, dənli bitkiləri yeyəndən sonra mütləq onun gözləmə vaxtını gözləyəsiniz. Yəni, gözləmə vaxtı nədir? Həzmə getmə müddətini. Ardınca digər yeməyi yeməyə çalışmayın. Mütləq 1 saat, 1 saat 20 dəqiqə gözləyin. Siz onu gözləsəz, qidadan fayda alacaqsınız. Ləzzət əvəzinə fayda alacaqsınız. Ləzzəti nə vaxt alırsınız? Qidanı yediniz, ardınca bir dənə marojna, ardınca digər şey. Onda qidadan fayda yox. Ləzzət alacaqsınız, 5 dəqiqədən sonra peşman olacaqsınız ki, bu yeməyi mən niyə yedim, bu vəziyyətə qaldım. Ona görə Roman qardaş, dəyərli izləyicilərimizə də bildirirəm ki, sağlam həyat tərzini öyrənin. Elmar qardaş, çörəyi çərəzlərlə yeyə bilərlərmi? Bəli, qozla yemək olur. Qozdur, fındıqdır, badamdır, araqistir, toxumlarla uzlaşır çörəyimiz. Düzdür, bu bizə belə ağır gəlir bu sözdə. Mən çörəyi, məsələn üçün, qozla yeyəcəm, amma uzlaşır. Yəni, yeyə bilərəm. Siz onu rahatlıqla yeyə bilərsiniz. Bütün toxumlarla uzlaşır. Məsələn üçün, belə bir şey deyim, tərəvəz, qoz fındıq, bir də çörək. Bax, belə. Nuş olsun. Amma sizə bir dənə fərqi onu deyim ki, Roman qardaş. Çörəyi, yəni çərəz aləmi deyəndə meyvə qurularından uzlaşmır. Yox. Yəni qaçıb meyvə qurularından yeməyin. Bir də bir şey deyək, inşallah biz mayın 24-də seminar eləyəcəyik. Sağlam həyat tərzi öyrənmək istəyən insanlar inşallah gəlsin, qoşulsun. Bax, səhər yeməyə də daxil olacaq, canlı-canlı. Hansı qidalarla yeyə bilərik. Elmar qardaş inşallah buna rəhbərlik eləyir. Yəni inşallah hər birimizin iştirakı ilə Roman qardaş. Bəli, təşkilatçı deyək ki, mən qabağa düşməklə bu prosesi görürəm. Roman qardaş da iştirak eləyəcək, Lütfiyə qardaş deyəcək. Gecəmizin, belə deyim, seminarımızın xüsusi qonaqları var. Hansı ki, sağlam həyat tərzindən özlərini sağaldıblar. Onların hər biri orada iştirak eləyəcək. Hal-hazırda da proqramda gedən insanlar özləri də dəvətlidirlər. Gələcəklər, inşallah sizə izah eləyəcəklər ki, necə bu prosesi getdiklərini. Orada insanlar var ki, belə onkoloji xəstəliklərdən də özlərini sağaldıblar. Hamısı. O insanlar da gələcək. Kim istəyir də. Şəkərdir, bel yırtığıdır, onkoloji xəstəlikdən sağalanlardır. Mədə-bağırsaq sistemindən. Yəni, bir sözlə, sağalmayan xəstəliklər nədirsə, ondan özlərini sağaldan insanlarla siz qarşılıqlı ünsiyyətdə olub və yəni, hamı deyir ki, yazır ki, biz sizi görmək istəyirik, danışmaq istəyirik, suallarımız var, buyurun, gəlin. İnşallah qoşulun, nə sualınız var, verərsiniz, hər şeyi öyrənərsiniz. Buradan da aşağıdan Elmar qardaşın səhifəsini sabitləyəcəm. İnşallah səhifəsinə daxil olun, orada nömrəsi var. Əlaqə saxlayın. Yerlər məhduddur. Yenə deyirəm, yerlər məhduddur. İndidən qeydiyyatdan keçin, hər birimizi gözləyirik. İnşallah. Çox sağ olun. Sağ ol, var olasın.